Herkese salam. Bugün maraqlı bir mövzu haqqında müzakirə aparmaq istərdim. Mövzumuz sağlam qidalanmadır. Axır zamanlar istər sosial mediada, istər gündəlik həyatda bu mövzu çox belə aktual mövzuya çevrilmiş haldadır. Bəs bunun səbəbi nədir? Niyə görə hər kəs ya da çox kəs bugün sağlam qidalanmadan danışır? Bunları araşdıracağıq. Sağlam qidalanma ümumiyyətlə hal-hazırda bir trenddirmi? Və buna görə müktələri öz arxasıca çəkir, yoxsa sadəcə hal-hazırda insanlar istəyirlər ki, öz qidalanma tərzlərində müəyyən dəyişikliklər etsinlər. Əvvəlcə sağlam qidalanma anlayışının hər kəs üçün eyni olmadığı məsələsinə toxunmaq istərdim. Günümüzdə çox müxtəlif şəkildə fikir ayrılıqları tapırıq, görürük, eşidirik. İstər sosial şəbəkə, istər də real həyatda. Bəzi insanlar üçün sağlam qidalanma kənd məhsulları deməkdir. Kənddən, rayondan gələn məhsullar bildikləri, gördükləri tarlada, bildikləri, tanıdıqları vasitələrlə yetişdirilən, daha doğrusu, qida maddələri, qidalardır. Digərləri üçün isə sağlam qidalanma daha çox fast fooddan uzaqlaşma, yaxud da marketlərdə olan xüsusi qablaşdırılmada və yaxud da xüsusi işləmə prosesindən keçmiş qidalardan uzaqlaşmaq deməkdir. Bunlara misal olaraq, məsələn, çipslər, fast food növləri, yaxud da yoğurt, yaxud da yüksək miqdarda şəkər, tərkibində yüksək miqdarda şəkər olan və yaxud da yüksək miqdarda yağ olan qida maddələri. Ümumiyyətlə, hər kəs üçün bu anlayış hal-hazırda fərqli cürdür. Ancaq hər kəs üçün eyni qaydalar həqiqətən varmı? Ümumiyyətlə, bir insan gün ərzində neçə dəfə qidalanmalıdır? Bəziləri deyir ki, bir insan gün ərzində 3 dəfə qidalanmalıdır və xüsusilə səhər yeməyi bu qidalanma tərzində böyük rol oynayır. Bəziləri isə deyir ki, gün ərzində 2 dəfə qidalanmaq sağlamlıq üçün yaxşıdır. Və əgər biz bunu şəkərli diabeti olan, xüsusilə də tip 1 şəkərli diabetə sahib insan hansı ki, gün ərzində dəfələrlə qidalanmalı və insulin inyeksiyası eləməlidir özünə, bu insana da deyə bilərikmi ki, gün ərzində bir dəfə qidalanmalısan? Yaxud da hal-hazırda yeni trendlər çıxıb. Məsələn, laktozsuz qidalanıram, fruktozasız qidalanıram, yəni meyvə yemirəm, yaxud da çox az yeyirəm. Glutensiz qidalanıram. Ən populyarı da glutensiz qidalanmaqdır. Düzdür, bəzi xəstəliklər var və yaxud da bəzi insanlar bu gluten həssaslığından həqiqətən əziyyət çəkir və ciddi problemlər yaşayır. Ancaq bu hər kəsə aiddirmi? Yaxud da məsələn, belə deyək, ucqar kəndlərə gedirsən və oradakı insanlardan soruşursan, uzun ömürlü insandan, necə oldu ki, bu qədər uzun yaşadın, nə yedin, nə içdin? Və sənə cavab olaraq qayıdır ki, biz kasıb ailə idik, bizim çox güclü bir imkanımız yox idi. Ancaq bir şeylər, eyni standart tipli şeylərlə qidalanırdıq. Tutaq ki, bir sahəmiz var idi, orada kartof əkirdik, sonra da kartofu bütün qış boyu, bütün yay boyu yeyirdik. Və bu insana baxırsan ki, 100 yaşındadır. Yaxud da digər tərəfdə başqa bir şəxsdir, əlindən gəldiyi qədər sağlam qidalanma trendlərinə uymağa çalışır, belə deyə, işlənmiş qidalardan uzaq gəzir, yaxud da çox yemir, çox hərəkətdədir, ya da tərəvəz çox yeyir, meyvə az yeyir, bilmirəm, hər hansı bir yolunu tapıb özü üçün. Ancaq yenə də bu şəxs gəlir axırda çox ağır bir xəstəliyə tutulur. O zaman ortaya bir sual çıxır. Məsələ sadəcə qidalanmadadır və yaxud da qaydalar hər kəsə şamil olunmalıdır. Məsələn, axı insanlar eyni deyil, insan hər orqanizm fərqlidir. Elə bir insan yer üzündə tapa bilməzsən ki, digəri ilə eyni olsun. Əkizlərdə belə eynilik payı o qədər də yüksək deyil. Hər insanın orqanizmi fərqli olduğu halda, hər insanın genetikası, genetik materialı fərqli olduğu halda və hər insan fərqli cür ətraf mühitdə yaşadığı, fərqli cür həyat standartlarına, həyat şəraitinə sahib olduğu halda
hər kəsə eyni şeyləri aid etmək olarmı? Və yaxud da hər kəsin günlük qida ehtiyacı eyni ola bilərmi? Günlük qida ehtiyacı təbii ki, yuxarıda sadaladığım faktorlardan çox asılıdır. Bəs məsələ belə olduğu halda hər kəsə eyni qaydanı aid eləməyimiz doğrudurmu? Yaxud da ümumiyyətlə sizin üçün sağlam qidalanma nədir? Buna ümumiyyətlə diqqət edirik? Yoxsa sadəcə trendlərə qoşulmuşuq, gedirik? Bunu öz sağlamlığımız üçün heç eləmirik? Məsələ nədir? Yaxud da yanaşmanız necədir? Öz fikirlərinizi rəylərdə bildirməyi unutmayın və birlikdə bəlkə bəzi sualların cavablarını tapa bilərik.